الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين والصلاة والسلام على سيدنا محمد اللهم صل على محمد وآل محمد. لعنة الله على أعدائهم أجمعين من الآن إلى يوم الدين. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقهوا قولي. قال الله سبحانه وتعالى في كتابه الكريم: يا أيها الذين آمنوا اتقوا الله وكونوا مع الصادقين. صدق الله العلي العظيم. Allah Teala Kur'an-ı Kerim'de Tövbe suresinin 19. ayetinde buyurur: Ey müminler! Allah'tan korkun ki doğrularla olasınız. Ey müminler! Allah'tan korkun, doğrularla olun, sadıklarla olun. Kimi dindirsin? Diğer ki ben sadıqam da, heç kim deməz ki, mən xainəm, mən münafiqəm. Kimi dindirsin? Deyər, mən sadıqam. Demək, biz əvvəl çalışmalıyıq, sadiqi tanıyaq. Sadiq kimdir? Birinci vəzifəmiz budur. Çünki ayə deyirsə, Tövbə surəsinin 119-cu ayəsində deyilirsə ki, sadiqlərlə olur. Yəni, əvvəl sadiqi tanımalıyam, sonra sadiqlə olmalıyam da. Birinci vəzifə burada doğru insanları, doğruları tanımaqdan ibarətdir. Amma bu ayədə onda toxunulmur. İkinci məsələ vardır. İkinci məsələ budur ki, doğrularla olun. Əvvəl doğrunu tanımalıyam, doğru ilə olun da. İkinci məsələ barəsində ayədə zikr olunur. Ayə ikinci məsələyə toxunur. Ey müminlər, doğrularla olun. Ayədən belə başa düşülür ki, başqa ayələrdən də bu başa düşülür. Həyat təcrübəsi də onu göstərir ki, doğrunu tanımaqdan da çətin, doğru ilə olmaqdır. Doğrunu müdafiə etməkdir. İnsanların əksəriyyəti sadiqləri xainlərdən ayrılır. Ondan çətini budur ki, sadiqi müdafiə etsinlər. Sadiqlə olsunlar. Məgər Əli Əleyhisselamın o birisilərlə fərqini təməldəkilər başa düşmürdü. Ola bilir kimsə başa düşmürdü. Məksəriyyəti tanıyırdım kimdir. Doğru ilə olmaq, doğru müdafiə etmək çox əhəmiyyətlidir. Hətta ilahi xavfa, təqvaya burada ehtiyac vardır. İnsanın, düz insanı, ədalətli insanı tanıması, başqasından onun ayırması fikri məsələdir. Fikirdən irəli gəlir. Bəzən biz istəməsək də ayırarıq. İstəməsək də. Amma onu müdafiə etmək məsələsi qəlbə qayıdır. Bu təqvaya qayıdır. Allah xofuna qayıdır. İnsafa qayıdır. Allah ona görə deyir ki, ey müminlər, ya eyyuhellezine amanu taqullaha, ey müminlər, Allah'tan qorxun, doğrularla olun. Doğru ilə olmaq üçün gələ Allah'tan qorxasan. Haqqı müdafiə etmək üçün gələ Allah'tan qorxasan. Haqqı demək üçün gələ Allah'tan qorxasan. Çoxu bilir də vəzifə nədir, haqqı nədir də. Amma birinci məsələdən mən istəyirəm başlayayım, əlamətləri deyim, doğru kimdir, oğru kimdir, xain kimdir, sadiq kimdir. Həyat bunun üstündə qurulur. İnsanı həyatda təhdid edərlər, hələ qorxu gələrlər, təhqir edərlər.
və İmam Hüseyndən biz müqayisədə İmam Hüseynlə kimdir? Dövrün ən rəzili, zəlili kimdir gəldi? Peyğəmbərin sinəsi üstündə oturdu. Peyğəmbərin öpdüyü sinəsi üstündə kim oturdu? Dövrün ən rəzil adamı. Quran-ı Kerim buyurur ki, insanın bir dildə iddiası vardır, bir də əməldə mövqeyi. Siz xainləri tanımalısınız. Siz xainin dilinə də baxmalısınız, əməlinə də baxmalısınız. Sadiq insanı da tanımaq üçün onun dilinə, onun əməlinə baxmalısınız. Allah Teala buyurur, Quran-ı Kerimdə, hədislərdə, rivayətlərdə gəlir ki, xain insanlar, münafik insanlar adətən danışanda sübutsuz danışarlar. Bir əlamətləri budur. İstəyirsiniz ayırasınız, görərsiniz, diqqət etsəniz, görərsiniz ki, bunlar iddialar edirlər. Məsələn, bunların iddialarından biri buydu. Quran-ı Kerimdə deyir ki, həm kitab əhli, həm də münafiqlər özlərini taş bilirdilər. Özlərini cənnət əhli sanırdılar. Və qalədil yəhudu və nəsara nəhnu əbnaullahi və hibbauhu. Hristiyanlarla yəhudilər dedi, biz Allahın balalarıyıq. Biz Allahın balalarıyıq. Allah bizi cəzalandırmaz. Bizə lazım deyil Peyğəmbər səni qəbul edir. Biz səni qəbul etmədən də cənnətə gedə bilərik. Bizə lazım deyil məscidə gələ. Əgər cənnət olarsa, cəhənnəm olarsa, bizim yönümüz orada da yaxşı olur. Qul fəlimə yu'azibukum bizunubikum. Allah cavabında deyir bunları. Peyğəmbərim deyir. Bəs niyə siz günah edəndə Allah sizi cəzalandırır? Sizə ki, kütləvi bəlalar gəldi. Niyə cəzalandırır Allah sizi? Bəli, əntum bəşərun mimman xalaq. Siz də başqaları kimi bir bəşərsiniz. Yecmə surəsində bunlara cavab verir. Qul ya eyyuhəl-ləzīnə hadu in sə'antum ənəkum avliyəu lillahi min dunin-nas fətəmənnəul mevtə in kuntum sadiqin. Ey kitab əhli, əgər güman edirsinizsə, Allah dərgahında pak insansınız, övliyasınız, Allah dostlarısınız, onda ölümü təmanna edin də, şəhadəti istəyin də. Niyə şəhadəti istəmirsiniz? Fətəmənnəul mevtə in kuntum sadiqin. Əgər düz danışırsınızsa, şəhadəti tələb edin. Bu şəhadətdir də, sən düz yolu getirin, Allah istəsə sənə qismət edəcək şəhadət. Baxın, ümumiyyətlə, münafiqlə, müminin, xainlə sadiqin fərqi burada bəlli olur. Heç bir əməli olmadan, heç bir əziyyəti, əzmi, iradəsi olmadan deyir ki, mən elə cənnətdəyim. Məsələn, bunların cəmiyyət arasındakı bugünkü müasir formaları belə, mənim ürəyim təmizdir. Allah məni istəyir, görsən mənə yetirir. Allah kərimdir. Qardaşım, sən niyə bu qədər əməlsiz ümid edirsən? Əleyhissalamda Nəhcül Bəlağada deyir, Kəlmat Risalında deyir ki, Əl-aqilu ya'təmidu alə əməlihi vəl-cahilu ya'təmidu alə əməlihi. Ağıllı insan öz əməlini güvənir, öz əməlinə. Əməl varsa, qış gəlir qabaqda. Yayda hazırlıq aparsın, arzuqa yıxsın, bəli. Narahat olmaz. Vəl-cahilu ya'təmidu alə əməlihi. Cahil insan arzularını etimat edir. İnşallah yaxşı olar, gələklər heç nə yox oturub, tənbəl adamdır. Yaxşı olar. Əleyhissalam Nəhcül Bəlağada deyir, şübbilə mənil cənnətu və naru amama. Cəhənnəmi, cənnəti önündə görən insan məşğuldur. Məşğul olmalısan, əgər cənnət, cəhənnəmi qəbul edirsənsə. Məşğul olmalısan. Həqiqətən də biz cənnətin nə olduğunu başa düşdük. Allah'a yaxşı başa düşdük. İmam Zaman ağanın gəlişini başa düşdük. Gecə gündüz zəhmətli olar.
Necə biz imamı qəbul edirik ki, imam gələcək, yer üzündə ədaləti bərpa edəcək. İmamın zuhuru üçün hazırlıq lazımdır. Amma mən gecə gündüz elə dünya ilə məşğulum. Heç nəyim yoxdur orada, amma avanı çağırıram. O evə qonağını çağırıram ki, ev büsbütün çirkab içindədir, nizam-intizamsızlıqdır evdə. Heç nə hazırlamamışam, amma çağırıram ki, qonaq gəlsin evə. Qonaq gəlin nə deyər adamı? Birinci, bunların dinlərindəki bu iddiaları ki var, bu insanların, bu münafiqlərin, imanı zəif olanların, xainlərin, keçirdərinliyi görərsən ki, heç bir əsası yox. Kitab əhli deyil. Bu, Peyğəmbərin ətrafında olan imanı zəif olanlar da eləyir. Bunlar gəldilər Uhud döyüşünə, Uhud döyüşündə o hadisə baş verdi. Uhud döyüşündə ikinci həmlədə düşmənlər müsəlmanları geriyə vazar etdilər. Müsəlmanların əshabələri bir qismi qaçdılar. Sonra onlar gəldilər Mədinəyə, bu imanı zəif olanlar dedilər ki, nə oldu? Nə oldu? Bəs Peyğəmbər deyildi, qəlbə salarır, Allah bizi müdafiə edir. Niyə olmadı? Allah da cavablar verir bunlara. Baxın, Əl-İmran surəsinin 140 ta sonraki ayələrdə, 140-cı ayədə bir cavab da budur. Allah deyir ki, siz şəhadət arzusunda deyirsiniz. Siz namazda, orucda demirdiniz ki, Allah bizə şəhadəti nəsib elə. Demirdiniz bunu. Fəqət qultum təmənnəmməl mavtə min qablən təlqavdu. Bu hadisədən qabağa siz şəhadət arzusu eləyirdiniz. Həqiqət biz deyirik ya bunu. Ramazan ayı gəlir, başqa aylar ilahi bizə şəhadəti nəsib elə. Sən dedin orada bu hadisə gəlir də nə burada? Allah bizim zamanın əskəri ilə, əskərə iş tapşırırlar, iş tapşırır da sənə də. Allah bizi sağlam, salih bəndələrdən qərar verdiyinə, səni sağlam etmək üçün gərək sən pərhiz edəyəsən, pərhiz. İnsan hər şey içsə, yesə, xəstələnər də, istədiyin vaxtını içsin, istədiyin vaxtını yapsın, istədiyini yesin. Xəstələnər də, bir güran şey yemək, filan vaxtını yemək. Bunlar hamısı pərhiz olmasın, insan sağlam olmur. Hədisdə də gəlib, xəstəliyin mənşəyi mədədir. Kul və şəvalət usufu, yiyin için israf eləməyin. Sən Allah'a dedin, sağlam mənə elə, Allah məni salih elə. Allah da sənə bir proqram verdi. Sənə bir proqram düşdü, Allah vəli öylədiyinə aman. Yoxricəm mənə abdurman ediləndir. Allah möminlərin vəlisidir, zülmətdən onları çıxardı. Sənə proqram verdi. Sən də bildin ki, Peyğəmbər, Allah bizə şəhadəti nəsib eləsin. Demirdin, ay sahabə, o döyüşündə də şəhadət meydan etsin. Belə bir şey də olar bizdə. Belə bir adam, şəhadət arzusunu eləyən adam deyək ki, Peyğəmbər, mən eşitdim ki, səni öldürürlər, mən də qaçdım. Nə qədər gülündür bu cavab? Nə qədər gülündür? Ona görə Allah ayənin davamında cavab verir. Nə qədər gülündür danışırsınız? Baxın, möminlə münafiqin fərqi burada ayrılır. Mömin isə heç vaxt bu dəlil gətirə bilməz. Peyğəmbər dünyasından eşitinci dəyişimə də qaçdı. Qaçmağa dəlil yoxdur. Mömin idin, sən niyə tək qoydun Peyğəmbəri? Niyə sadiqi tək qoydun? Doğruları tək qoydun? Amma münafiq nə deyər? Münafiq min bir dəlil gətirir. Çünki səni qan eləmək istəyir. Allah Quranda deyir, yəhlifunə billahi ləkum liyurzukum. Onlar Allahın yanındakı sizi razı eləsin. O sizi razı eləmək istəyir. Vallahu və Rasuluhu haqqı an yurduhu inkâru mu'minin. Əgər mömin olsalar, Allahı razı etməyə çalışırlar. İnsan Allahı bu işlərlə necə razı edə bilər? Peyğəmbər meydanda tək qoyub, alimi meydanda tək qoyub, gizlənin, deyir, Allah o birisine dəlil gətirir. Allahı razı edə. Allahı qanıya bilərsən bu sözlərindən. Bu insanlar bu məsələlərdə bəlli olur. Əməldə bu. Sədaqətini göstərsə, bu sözləri deməz axı. Salavat çəkilin Peyğəmbərə var.